Salam değerli Yüzfəmak izləyicilər. Sizləri yeni romandan Akasiya Şadlıq Sarayının 300-400 metrəliğine dostlar sizi salamlayıram. Sizlərə 3 sot torpaq sahəsinin içində 2 mərtəbəli 230 kvadratlıq fərdi yaşayış evimizi təqdimata gəlmişik. Dostlar evimiz paket tutacaq. Dövlət ipotekasına yararlı dostlar. Evimizin üstü dəhri nədir? Firuz səhəri. Diqqətlə qulaq asın. Bu evdə yaşaya-yaşaya ayda 700 manat gəlir gətirə bilər. Yəni oturursan, yaşayırsan 700 manat da gəlir gəlir. Gördüyünüz bu birinci mərtəbənin dostlar 3 dənə kirayə keşi var. Giriş çıxış adliyyədir dostlar. Və ümumi evimiz 8 otaqdan ibarətdir. Özünüz də yaşaya bilərsiniz. Hal-hazırda evdə, yəni birinci mərtəbədə 3 ailə yaşayır. Hərəsi indi bilmirəm nə qədər verirsə 700 manat olur. Videonun sonuna qədər izləyin. Şərh bölməsində fikirlərinizi qeyd edin. Bir də ki, Yüzfəmak səhifəsinə dəstək olmaq istəyirsə takip et işarəsi. Ona toxunun. Bu bizi çox şad edir. Bura bizim həyət hissəmiz var. Burada üzüm pallarımız var. Evimiz çox gözəl, möhtəşəm yerdə yerləşir. Yeni romanın ən bahalı məhəlləsində yerləşir dostlar. Bura bizim gördüyünüz kimi bağlı bağçalı bir həyətimizdir. Güllü, çiçəkli nar ağacları, bar verən meyvə ağaclarımız var dostlar. Bax burada bizim yerləncəyimizdir. Yəni burada istədiyiniz şəraiti yarada bilərsiniz. Texpasport çıxarışdır. Diqqətlə qulaq asın. Bəzi müştərilərimiz olur ki, bizdən çıxarışını ev axtarır. Videonun sonuna qədər izləyin. Sizin dəstəyiniz bizim üçün önəmlidir dostlar. Evimizə daxil olanda bax burada pilləkənlə yuxarı çıxanda dostlar, burada bizi bir geniş teras qarşılayır. Təmiz havası. Bax belə aeroportda görsənir. İndi çəkə bilsə qardaşımız çəkər. Bax burada gördüyünüz bahalı məhəllədir. Yəni villalar var. Buradakı bildiyiniz kimi kənd həyatıdır. Yəni samovarı qoysan, oturursan dostlarla ilə yeyib içirsən, çörək kəsirsən, çay içirsən, onun özünə edirsən deyək. Evimiz çox şirin evdir. Bax gördüyünüz kimi böyük bir bizi burada dəhliz qarşılayır. Burada bizim birinci yataq otağımız, istili sistemi dostlar kombidir. Gördüyünüz kimi radiatorlar mövcuddur. Evimiz yuxarıda, 4 otaq yuxarıda, 4 otaq aşağıda. Bax burada bizim, buyurun göstərin, ikinci ailə yataq otağımız və burada bizi geniş bir nəhəng qonaq otağı qarşılayır. Dostlar evimiz çox şirin evdir. Həqiqətən tərifə layiq evdir, yəni məsləhətli evdir. Qiymət də çox münasib qiymətdir dostlar. Və bura bizim mətbəxtimiz. Emin bəy göstərin oranı zəhmət deyilsən. Deməli bax burada demək qiymətə daxildir. Mətbəxtin mebeli. Bax burada bizim hamam otağımız. Buranı göstərməsən ehtiyac yoxdur. Ədəbsizlik olmasın. Və burada bizim üçüncü, üzr istəyirəm, dördüncü yataq otağımız dostlar. Evimizin start